Değerli yoldaşlar, qədim Yunanistanda din və mədəniyyət, çox tanrılı din mövcud idi qədim Yunanistanda. Tanrıları Olimp dağının zirvəsində yaşayır deyə təsəvvür edirdilər. Bu tanrıların şərəfinə dini bayramlar və idman yarışları keçirdirdilər. Baş tanrı Zevs idi. Zevs baş tanrı idi. Poseidon dəniz tanrısı, Aid yeraltı və ölülər tanrısı. Bu üç tanrı qardaşlar idi. Zevs, Poseidon, Aid hakimiyyəti öz aralarında bölmüşdülər. Amma başçı olaraq Zevs idi, yəni baş tanrı. Daha sonra Helios, günəş tanrısı, Apollon, işıq və incəsənət tanrısı, işıq və incəsənət, Muza tanrısı, deməli, həm elmi, həm də incəsənəti himayədarlıq edir. Muza sözü indiki muzey sözlərində qalıb. Deməli, muzey, məsələn, tarix muzeyi, incəsənət muzeyi. Bu muzey sözü qədim tanrı olan Muzanın şərəfinə verilmiş bir addır. Yəni, orada mədəniyyət nümunələri, incəsənət nümunələri, elm nümunələri qorunur. Onu qoruyan Muzadır. Muzanın da adı indi muzey şəklində bizə gəlib çatır. Deməli, dəyərli yoldaşlar, eyni zamanda Afina ilahəsi var idi. Dionisi var idi, şərabçılıq tanrısı idi, görürsünüz, şərabçılıq tanrısı. Herakl var idi, bunun haqqında ətraflı məlumat Azərbaycan tarixində da vermişik. Selena tanrısı var idi ki, Selena ay Allahı idi, ilahəsi idi. Deməli, Selenaya həm də elə Azərbaycan torpaqlarında həm Herakla, həm Selenaya da sitayiş var idi. Bu Dionisin şərəfinə deməli, əfsanələr var idi. Eyni zamanda çöldə, açıq havada Dionisin şərəfinə, Tanrı Dionisin şərəfinə, deməli, açıq havada tamaşalar da göstərilirdi. Eramızdan əvvəl 5-ci əsrin sonunda teatr yaranır. Teatr tamaşa yeri deməkdir. Tamaşa yeri. Dekorasiya sözü indi də bizə məlumdur. Tamaşa, məsələn, dekorasiya etmək, tamaşanın öncədən səhnəni dekorasiya etmək. Bu səhnə bəzəyi idi. Biz evimizə divar kağızları da vuranda deyirik, məsələn, bir divar dekor olsun. Bax, o dekor sözü dekorasiya sözündən gəlir. Orkestra deməli, meydança mənasına gəlir, meydança, səhnə meydançasından söhbət gedir. Komediya, şən sakinlər mahnısıdır, şən sakinlər mahnısı və belə gülməli, şənləndirici məqsəd daşıyır. Tragediya isə bunun əksinə insanları ağladır. Yəni, faciəvi bir sonluqla bitir və qəhrəman mütləq sonda öləcək. Tragediya müəllifləri Exil və Sofokl idi. Qədim Yunanistanda, xüsusən Afinadan söhbət gedir. Exil və Sofokl deməli, tragediya müəllifləri idi. Hətta bu Exil və Sofoklun şərəfinə onların heykəlləri Afinada da deməli qoyulmuşdu, heykəlləri ucaldılmışdı. Deməli, bir də gələk biraz elmdən danışaq. Ən yaxşı məktəblər Afinada idi. Bu nə vaxtdan olacaq? Bu eramızdan əvvəl 6-cı əsrin sonundan başlayacaq. Öncə başqa şəhərlərdə olub, onu birazdan sizə məlumat verəcəm. Yazı, deməli, stil adlanan metal çubuqla yazılırdı. Stil, belə bir metal çubuqdur. Bunun uc hissəsi itidir. Bu hissəsi isə elə bir göründüyü kimi, marker kimi. Bu hissəsi isə hamardır və kütdür. Deməli, yazını mum lövhə üzərində yazırlar, bir lövhədir, üzərinə mum çəkilir. Baxın, bu iti ucu ilə mən onu mumu cızıram və yazımı yazıram. Məsələn, bir riyazi məsələni səhv elədim. Təzədən onun küt ucu ilə onu hamarlayıram, yəni silirəm, yenidən iti ucu ilə yazıram. Belə bir təsəvvür yaradım beyninizdə. Mum lövhələr və iti uclu çubuqlar, metal çubuqlar, stillər. Poemalar haqqında biraz məlumat verək. Ümumiyyətlə, İlyada və Odisseya poeması haqqında bəlkə də sizə danışıblar. Yəni, eşitmişsiniz. Çünki əksəriyyət bunu bilir. İlyada, Odisseya poemalarının müəllifi Homerdir. Homer eramızdan əvvəl 8-ci əsrdə yaşayıb. Həmin bu poemalar yazıya alınıb eramızdan əvvəl 6-cı əsrdə.
Yəni 2 əsr bu şifai nitqdə dolaşıb. Yunan əlifbasının əsasında indiki Latın və Kiril əlifbası yaranır. Yəni Yunanların yaratdığı özünə məxsus əlifbanın əsasında həm biz Latin qrafikasından istifadə edirik, oradan yaranıb, həm də məsələn Rusiyada Kiril əlifbası var. O deməli Yunan əlifbasının əsasında yaranıb. Deməli elmin ilk mərkəzləri Yunanistanda birinci Milet olub. Milet. Sonra İoniya olub. Biraz öncə dediyim kimi 6-cı əsrin sonundan isə Afina olur. Yəni əvvəl Milet elm mərkəzi kimi Yunanistanda, sonra İoniya, sonra Afina 6-cı əsrin sonundan. Bu da Afinada bu xalq hakimiyyətinin, demokratiyanın qurulmasından sonra əsasən başlayır. Deməli Afinanın mütəfəkkirləri, yəni Yunan mütəfəkkirləri kimlər idi? Yunan mütəfəkkirləri deməli Demokrit. Deməli, Demokrit deyirdi ki, nə görürük dünyada, nə var dünyada görürük. Onların hamısı atomlardan ibarətdir, zərrəciklərdən ibarətdir. Bu dahi insanın eramızdan əvvəl 5-ci əsrdə, 6-cı əsrdə gəldiyi fikrə baxın, dahiyanə fikrə baxın. Hələ indi son 100 ilin kəşflərindən deyir. Herodot biz nə demişdik? Tarixin atasıdır, sayılır və eramızdan əvvəl 5-ci əsrdə yaşayıb. Herodot Yunan-İran müharibələrini deməli yazıya alıb öz tarix kitabında əsasən Yunan-İran müharibələrindən danışır. Eyni zamanda Qafqazın tarixi, Azərbaycanın tarixi ilə bağlı da orada dəyərli məlumatlar almaq olur. Dəyərli yoldaşlar, Hipokrat həkimdir. Tibb elminin yaradıcılarından sayılır. İndi də tibb universitetini bitirənlər Hipokrat andı içir. Hipokrat andı ifadəsi Hipokratın adı ilə bağlıdır. Deməli, Aristotel, bu dahi şəxsiyyət bütün deməli elmləri sahələr üzrə ayırıb. Nə deyirik biz? Biologiya, botanika, fizika, kimya, yəni bu kimi elmin sahələrə ayrılması konkret sahələrlə məşğul olan elmlərin digərlərindən, ümumi yəni elmdən parçalanıb ayrılmasının birbaşa deməli yaradıcısı bu Aristoteldir. Aristotel həm də kimdir? Makedoniyalı İskəndərin müəllimidir. Makedoniyalı İskəndər özünün belə yəni böyük bir sərkərdə olmasında əsas rolunu, atasını Filippin və müəllimi Aristotelin rolunu vurğulayır. Memarlıq. Afina binaları ki var, Afina binaları markerində bitdi. Yunan memarlıq möcüzəsi sayılır. Afina binaları. Sualdırsa Yunan memarlıq möcüzəsi sayılır. 2.5 cavabımız var. Onların içindən mütləq Afina binalarını seçəcəksiniz. Bunlar hansılardır? Parfenon məbədi. İlahə Afinanın şərəfinə Afinada deməli ucaldılmışdır. Parfenon məbədi. Parfenon məbədində Fidi adında bir nəfər heykəltaraş, Fidi, 12 metr hündürlüyündə Afina ilahəsinin heykəlini ucaldır. Və bu heykəli nədən düzəldir? Deməli, qızıldan və fil sümüyündən. Fil sümüyü və qızıldan. Harada? Parfenonda. Parfenon haradadır? Afinada. Dəyərli yoldaşlar, Zevs heykəli. Biz axı memarlıq, heykəltaraşlıqdan danışırıq. Zevs heykəli yenə bu heykəltaraş Fidi. Bu kimdirsə bu Fidi çox məşhur idi. Bütün Yunanistanda heykəl işlərinə bu baxırdı. Demək ki, Alimp şəhərində Zevs, baş tanrı Zevsin heykəlini ucaldır. Kim? Fidi. Sütunlardan istifadə olunurdu, dəyərli yoldaşlar. Hansı sütunlar idi? Dorik sütunlar, İonik sütunlar, Korint sütunları. Bu üç sütunlar deməli Yunan memarlığının deməli inciləri sayılır, özünə məxsusluğu sayılır. Olimpiya oyunları indi də keçirilir. 4 ildən bir Olimpiya oyunları.
Maşallah, bizim ölkəmizin də bir neçə nəfər olimpiya çempionumuz da var. Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə keçirilib. Biz nə demişdik təqvimlərlə bağlı mövzuda? Demişdik ki, Yunan təqvimi başlayır olimpiya oyunlarından yaranmasından. Bu da eramızdan əvvəl 776-cı ildir. 4 ildən bir keçirilir dəyərli yoldaşlar. 4 ildən bir. Bu zaman oyunlar gedə-gedə müharibələr dayandırılır. Bir məşəl yandırılır Olimpdə, Olimp şəhərində və o oyunlar, olimpiya oyunları harada keçiriləcəksə, o məşəl sönmədən həmin yerə aparılmalıdır. Bu indi də davam edir. Olimpiya məşəli. Dəyərli yoldaşlar, olimpiya məşəli deməli Olimp şəhərində yandırılırdı. Olimp şəhəri harada yerləşirdi? Peloponnesdə. Deməli, bu oyunlar zamanı bütün idman növlərindən istifadə olunurdu. Məsələn, güləşirdilər, yarışırdılar, at çapırdılar, nələrsə nələr. Amma ən təhlükəlisi hansı idi? 4 atlı araba yarışı. 4 atlı araba yarışı. Qalib olan zeytun çələngi ilə deməli mükafatlandırılırdı. Qadınlara da bu yarışlarda iştirak eləmək qadağan idi. Qadınlara olimpiya oyunlarında iştirak etmək qadağan idi. Dəyərli yoldaşlar, ümumiyyətlə qədim Yunanistan mövzusu bu qədər. Bundan sonraki mövzumuz olacaq qədim Roma.